olduqca təqdirə layiq haldır ki, son zamanlar Azərbaycanda xüsusilə region universitetlərdə beynəlxalq konferansların keçirilməsi öz-özlüyündə xüsusi əhəmiyyət kəsb edir və bu əhəmiyyetin əsas xüsusiyyətləri biri ondan ibarətdir ki, bugün də təmsil olunduğumuz və iştirak etdiyimiz Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən dayanıqlı inkişaf strategiyası adlı 2025 adlı beynəlxalq konferansın özünə məxsus xüsusiyyətləri var. Ən əsas xüsusiyyətlərdən biri bu konferansa kifayət qədər çoxsaylı alimlərin toplaşması, dünyada gedən qloballaşma proseslərinin ali təhsil məsələsində müzakirə etməsi, eyni zamanda yeni çağırışlar və fikir və mübadilənin həyata keçirilməsi, yeni elmi tədqiqatların tədrisə cəlb olması kimi xüsusi əhəmiyyət kəsb edir və ən xüsusi hal ondan ibarətdir ki, bugün iştirak etdiyimiz konferansda eyni zamanda ali təhsil müəssisəsinin professor müəllim heyətləri, eyni zamanda tələbə və gənc tədqiqatçılar üçün də olduqca maraqlı bir konferansdır. Konferansın eyni zamanda digər tərəfdə ondan ibarətdir ki, bugün yeni elmi tədqiqatlar, yeni nailiyyətlər, yeni biliklər eyni zamanda gənc tədqiqatçılar tərəfindən də öyrənilməsi, tədqiq edilməsi, gələcək fəaliyyətlərində elmə cəlb edilməsi kimi mühüm əhəmiyyət kəsb edir.